Buğalar üçün 2026-cı ilə proqnoz. Əziz buğalar, bu il Neptunun və Saturnun sizin ikinci evinizə daxil olması ilə başlayır. Yanvarın 26-sı Neptun, fevralın 14-ü Saturn. İkisi də sizin ikinci evinizə daxil olurlar və pul, maliyyə mövzusuna toxunurlar. Neptunun ikinci evdə olması o mənanı daşıyır ki, yəni siz pul qazanaraq, buğalar hamı bilir ki, pulu çox sevir və pul qazanmağa meyilli olurlar. Amma bu dəfə siz pul qazananda bu qazancda hansısa bir mənəvi podtekst axtaracaqsınız. Yəni elə belə sadəcə pul qazanım deyə getməyəcəksiniz. Nə üçün qazanıram? Kimin üçün qazanıram? Bu qazanc kainata, insanlara nə verəcək? Bax belə bir suallar verə bilərsiniz özünüzə. Saturnun isə ikinci evə gəlməsi onu göstərir ki, ola bilsin bu il sizin həyatınızda müəyyən sıxıntılar deməzdim, amma qənaət etmə ehtiyacı ola bilər olsun. Bəlkə siz pul yığacaqsınız. Yəni Saturn xərcləməyi sevmir. Deyir ki, pulu yığmalısan. Bu halda siz doğum xəritənizdə olan göstəricilərə həm də fikir verməlisiniz. Çünki bəzi insanlar öz doğum xəritələrinə görə pulu nə qədər xərcləyirlərsə, bir o qədər çox qazana bilirlər. Digərləri isə nə qədər qənaətçil ola bilirlərsə, bir o qədər çox pul qazana bilirlər. Ona görə ilk növbədə öz doğum xəritəniz barədə düşünün. Amma onu deyə bilərəm ki, Saturn yenə də xərcləməyə elə bil imkan vermir, xərcləməyə qoymur. Ona görə də biz yaxşı olar ki, bu il bir qədər maddi mövzularda diqqətli olaq. Fevral ayının 17-sində Günəş tutulması baş verəcək, mart ayının 3-də isə ay tutulması baş verəcək və bunların arasında olan period tutulma dəhlizi adlanır. Sizin üçün bu 10-cu və 5-ci evlərə toxunacaq bir tutulma dəhlizi olacaq. 10-cu ev bizim karyeramız və nailiyyətlərimiz, 5-ci ev bizim romantik münasibətlərimiz, evladlarımız və yaradıcılığımızdır. Ona görə əgər siz bu perioda kimi kainatdan bir hansısa hədiyyə qazanmısınızsa, onda o hədiyyə sizə hansısa bir karyera yüksəlişi və ya evladların nailiyyətləri kimi gələcək. Əgər əksinə bir cəza qazanmısınızsa, o da sizin həyatınıza hansısa bir karyerada ya uğursuzluq və ya evladlarla bağlı problemlər şəklində gələ bilər. Fevralın 26-sından bu il birinci retro Merkuri qüvvəyə minir, martın ortasına kimi davam edəcək və sizin 11-ci evinizdən keçir. Fevralın 26-sından ilin birinci retro Merkurisi başlayır və sizin 11-ci evinizə toxunur. Yəni dostlar ilə və gələcək planlar ilə bağlı bir evdir bu. Ona görə ola bilsin ki, məhz bu periodda hansısa bəlkə unudulmuş, keçmişdə qalmış dostlardan nəsə bir xəbər ala bilərsiniz. 26 aprel tarixindən Uran retro hərəkətdən çıxır və sizin ikinci evinizdə hərəkətə davam edəcək 7 il. Xüsusilə amma bunun təsirini biz birinci il ərzində görə bilirik. Ona görə ola bilsin ki, sizin pul mövzularınızda hansısa bir xaos yaransın. Uran və pul birləşəndə, bir yerə gələndə mütləq hansısa bir xaos yaranır, gözlənilməz şeylər yaranır, qeyri-adi bir şeylər yaranır. Uran böyük pullar da gətirə bilər. Gözlənilməz şəkildə özü də, biz gözləmədiyimiz yerdən. Amma böyük xərclər də gətirə bilər və yenə də əgər siz həyatınızda xərclərlə qazancların balanslı olmasını istəyirsinizsə, onda doğum xəritənizə baxın. Yəni öz doğum xəritənizi gücləndirərək, ikinci evin formullarından istifadə edərək siz maddi uğur qazana bilərsiniz. İyunun 10-una kimi Yupiter sizin 3-cü evinizdədir. İyunun 10-undan sonra keçir sizin 4-cü evinizə. Yupiter gözəl planetdir, şans, uğur gətirən planetdir və indiyə kimi hal-hazırda sizin 3-cü evinizdədir və ünsiyyət mövzusuna, yeni məlumatlar mövzusuna uğur gətirir. Ola bilsin ki, siz artıq hansısa faydalı insanlarla tanış olmusunuz və ya iyun ayına kimi tanış olacaqsınız. Çox faydalı məlumatlar gələ bilər sizin həyatınıza və bu məlumatlardan siz sonradan pul qazana bilərsiniz. İyunun 10-undan 4-cü evinizə keçir Yupiter və burada siz ev mövzusunda, mənzil mövzusunda hansısa bir qazanc əldə edə bilərsiniz. Yəni, məsələn,
ev ala bilərsiniz, evi təmir eləyə bilərsiniz, bağ ala bilərsiniz, ev tikdirə bilərsiniz. Yəni bax bütün bu daşınmaz əmlak mövzusu ki var, oradan bir fayda əldə eləyə bilərsiniz. Və ya ola bilirsin ki, ailənizdə artım olsun və yeni ailə üzvü gəlsin həyatınıza. Məsələn, kiminsə evladı olacaq, kimsə evladını evləndirəcək, gəlin kürəkən qazanacaq və ya ola bilsin ki, kimsə nəvə sahibi də olacaq. İyulun 29-undan ikinci retro Merkuri başlayır, iyulun 23-ünə kimi və bu da sizin 3-cü evinizə toxunur və yenə də hansısa bir tanışlıqlar və yeni məlumatlar mövzusu yenidən qayıdıb gündəmə minə bilər ta iyulun 23-ünə kimi. İyulun 27-sində karmik düyünlər bürclərini dəyişirlər və 27 iyula kimi sizin 5-ci, 11-ci evlərinizdə idilərsə, 27 iyuldan sonra keçirlər 4-cü, 10-cu evlərə. Bu nə deməkdir? Bu deməkdir ki, bütün 2025-ci il və 26-cı ilin birinci yarısı ərzində sizin karmik peşəniz, borcunuz bu həyatda məhz yaradıcılıq mövzusunda balans saxlamaq olub. Yaradıcılıq və yaradıcılığın nəticələri mövzusu. Yəni siz öz yaradıcılığınızı necə təqdim edirsiniz cəmiyyətə? Cəmiyyət arasında özünüzü tanıda bilirsinizmi bu yaradıcılığınızla? Lakin ilin ikinci yarısında və 27-ci il başdan ayağa bu sizin üçün məhz 4-cü, 10-cu evlər arasında balans saxlamaq barədə olacaq. Yəni ailə və iş, karyera və ailə. Və burada əsas odur ki, məhz balansı qoruyub saxlaya biləsiniz. Nə həddindən artıq iş mövzusunu riskə atıb ailə ilə məşğul olasınız, nə də ki, ailənizi riskə atıb karyeraya tam yönələsiniz. Yəni burada balans saxlamaq çox önəmlidir. Bu il yarım ərzində həyat sizi biraz bu mövzuda sınaya bilər. Avqust ayında yenə də 2 tutulma baş verəcək. 12 avqust günəş tutulması, 28 avqust ay tutulması. Sizin 4-cü və 11-ci evlərinizdə baş tutacaq və bu karmik dəhliz, bu tutulma dəhlizi ərzində siz məhz ev, mənzil mövzusunda sınana bilərsiniz və tanınma, ictimaiyyət qarşısında tanınma mövzusunda. Və əgər Allah eləməsin, hansısa bir karmik borclarınız, günahlarınız varsa, bu period ərzində kimsə məsələn ya evini itirə bilər, ya hansısa Allah eləməsin ailə üzvünü və ya belə deyək, ictimai rüsvayçılıq da yaşaya bilər. Ona görə avqust ayında çox diqqətli olun, görün həyatınızda nə baş verir. Bu sizə bir işarə olacaq. 14 sentyabra kimi Lilith sizin 8-ci evinizdədir. 14 sentyabr keçir 9-cu evinizə. Lilith bizi konkret sınağa çəkən bir göstəricidir, çünki planet deyil, göstəricidir xəritədə və sizi sentyabra kimi pul mövzusunda sınayacaq. Puldakı buğaların həssas mövzusudur. Ona görə çox diqqətli olun. Ola bilsin ki, hansısa məsələn kimisə bəlkə aldatmaq və hansısa düzgün olmayan yol ilə pul qazanmaq əgər imkanları yaranırsa, o imkanlardan istifadə etmək lazım deyil. Və sentyabrdan sonra isə 9-cu ev yeni biliklər və səyahətlər mövzusunda hansısa bir belə yollar ortalığa çıxa bilər. Yenə də 1000 dəfə düşünün hansısa bir razılıq verməkdən öncə. Və bu ilin 2 son astroloji hadisəsi sonuncu retro Merkuri və retro Veneradır. 24 oktyabrdan 13 noyabra kimi sonuncu retro Merkuri baş verəcək sizin 7-ci evinizdə. 3 oktyabrdan 14 noyabra kimi sizin 7-ci və 6-cı evlərinizdə retro Venera baş verəcək. Bu period ərzində siz hətta retro Merkuri perioduna da, hətta retro Merkuridə daxil olmaqla siz hansısa bir keçmişdən gələn sevgililərinizlə rastlaşa bilərsiniz və ya hətta həyat yoldaşınızla, keçmiş həyat yoldaşınız da həyatınıza yenidən daxil ola bilər. Hansı təkliflər də oluna bilər? Razılaşasınız ya razılaşmayasınız, bu artıq sizin qərarınızdır. Həmçinin ola bilsin ki, çoxdankı iş yerinizlə də bağlı hansısa bir yeniliklər həyatınızda olsun. Məsələn, nəsə bir xəbər ala bilərsiniz oradan. Bax belə, bu da oldu əziz buğalar sizin 2026 proqnozunuz.